Masonlar dünyanı gizli bir planla idarə edir. Sion ağsaqqallarının protokolları adlı sənəd bu planın sübutudur. Gəlin faktlara baxaq. Masonluq nədir? Masonluq realdır. Amma gizli hökumət deyil. Etik dəyərlərə əsaslanan qardaşlıq təşkilatıdır. Dünyada 6 milyon üzvü var və onlar İngiltərə Birləşmiş Böyük Lojası kimi qurumlar vasitəsilə idarə olunurlar. 1903-cü ildə protokollar hazırlanır və bu protokollara Sion ağsaqqallarının protokolu ismi verilir. Bunlar saxta protokollardır və bu təsdiq olunub. Bu bəzi şəxslərin işinə yarayırdı, hansı ki fəlakət törətmək istəyən, bir növ qırğınlar törətmək istəyən şəxslər belə bir mifi ortaya ataraq müxtəlif fəlakətləri daha rahat törədəcəklərini düşünürdülər. Çar Rusiyasında vəziyyət gərginləşirdi. İnqilabın qarşısını sərt formada almaq üçün mason məsələsi ortaya atıldı ki, qırğınlar olanda hamı bu qırğın səbəbkarını mason kimi bilsin. Masonların törətdiyini düşünsün. Hitler də Alman irqinin hakimiyyətini yaymaq üçün masonların adından istifadə etdi. Həmçinin Henry Ford və digərlərini nümunə çəkmək olar. Yahudilərə qarşı antisemitizmi gücləndirmək üçün masonların adından istifadə etdilər. Hansı ki, hal-hazırda vəziyyət fərqlidir. 21-ci əsrdə artıq islamofobiya güclənir. Hər təhlükəli hadisələrə görə, terror aktlarına görə müsəlmanları qınayırlar. 20-ci əsrdə də bu proses əksinə idi. Hər qırğına görə, hər terror aktına görə yahudiləri və masonları qınayırdılar. Protokolların saxta olduğu artıq sübut olunub. Ortada gizli bir plan yoxdur. Reallıq tam başqa şeydir. Keçmişdə qırğın törədən şəxslərin özlərini təmizə çıxarmaq üçün sənədləşdirdiyi saxta məlumatlardır. Diqqətinizə görə təşəkkürlər.